Davam edirik. Paytaxtda dəhşətli qətl hadisəsi törədilib. Sürücü öz müdirini Nərimanov rayonunda işlədiyi mərkəzdə öldürüb, izi itirmək məqsədi ilə meyidi müdirinin öz maşınına qoyaraq Salyan rayonuna aparıb. Hadisənin detalları barədə Rəşad Vəkiloğlu danışacaq. Gəlin birlikdə izləyək. Öz müdirini baltalayaraq ağır işgəncə ilə həyatına son qoydu. Hadisə Nərimanov rayonunda fəaliyyət göstərən Sudu Sağlamlıq Mərkəzində baş verib. Balta ilə öldürdü, klinikada öldürdü. Qətl törətməkdə şübhəli bilinən Natiq Fərzəliyev 10 il Babəkir Rəhimlinin şəxsi sürücüsü olaraq işləyib. Polis maşını durub həyətdə, nəsə şübhələndik ki, burada nəsə olubdur ki, bu polis maşını durur burada. Hadisənin baş verdiyi ərazidə fəaliyyət göstərən kafe işçilərinin sözlərinə görə müdir və işçinin münasibəti çox yaxın olub. Şahidlər onları sonuncu dəfə hadisə baş verən gün birlikdə mərkəzə daxil olarkən gördüklərini deyirlər. Düzdür də burada gəlib yemişik. 10-cu dəfə elə o öldürdüyü günü həyətdə görmüşdük. Bu gəzirdi həyətdə. Onlar neçə ildir işləyir? Nə xidmət göstərir? Bir il olmaz. Nə xidmət göstərir? Masaj eləyirdilər, zəli qoyurdular, fizioterapiya eləyirdilər. Çox yaxşı işçilər var idi. Polis dedi ki, Natiq öldürübdü oğlanı. Sakit adam idi, ağır təbiətli adam idi. Buradan sifarişlər verdi, bir hata izin verirsin. Elə qonşu idi, qonşu kimi də böyük hörmətim var idi. Polislər gəlmiş, onu da bildik ki, belə bir hadisə baş verdi. Hazırda cinayətin motivi ilə bağlı müxtəlif versiyalar araşdırılır. İddialara görə Natiq Fərzəliyev cinayəti gizlətmək məqsədi ilə meyidi Salyan rayonunun Şüsəngi kəndindəki gölə atıb. Bəs həqiqətən işçi öz müdirini tamam məqsədi ilə qətl yetirib. Babəkir Rəhimlini qətl yetirməkdə şübhəli bilinən Natiq Fərzəliyev qətl hadisəsini Sağlamlıq mərkəzini işçilər tərk etdikdən sonra gecə saatlarında törədib. O ağır küt aləti ilə Babəkir Rəhimlinin baş nahiyəsinə bir neçə zərbə vurduqdan sonra onun öldüyünü gördükdən sonra elə idarə etdiyi müdirin avtomobilini bu hissəyə park edərək onu avtomobilin bagaj hissəsinə yerləşdirərək Salyanın Səngi kəndinə aparıb. Lakin hüquq mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Natiq Fərzəliyev şübhəli şəxs qismində saxlanılıb, meyit isə göldən çıxarılaraq müayinə olunması üçün məhkəmə tibbi ekspertiza patoloji anatomiya birliyinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları və cinayətin baş vermə səbəbləri istintaq tərəfindən araşdırılır. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.